Gömülü ağıl dişinin çəkimi üçün başlayırıq. Pasiyent rayonlarımızdan birindən gəlib, adını çəkmək istəmir hansı rayondan gəlib. 2 gömülü ağıl dişini bir gündə çəkməyi planlamışıq. Əməliyyatımız başlayır. Rentgendən də görsək, bu gömülü ağıl dişini çəkirik, bir də bunu çəkəcəyik indi. Ağızda gördüyünüz vəziyyətdir. Bunları buradan kəsib çıxartmağımız lazımdır. Birbaşa buradan çıxmaz təbii ki. Çünki gəlib bu dişlərə dirənir. Ona görə müəyyən bir kəsiklər aparıb çıxardacaq. Dişin kökü tamamen sinirə söykənmiş vəziyyətdə aşağı alveol sinirinə, yəni bütün çənəni inervasiya edən hissi sinirdir, ona söykənib. Bu tərəfdə də həmçinin, bu tərəfdə də bu xəstənin sağ tərəfidir. Burada da ağıl dişi eyni vəziyyətdədir. Bunları indi çəkib çıxardacaq. Rentgendən də gördük ki, bunların vəziyyətləri nətərdir. Bir də bu tərəfə bir baxsaq. Burada bir başqa bir nüansı göstərsəm, bu dişlər ki, dik deyilmi? Bu çeynəmə səthləri. Bunlarda məsələn belə boylama oxları belədir. Bunda isə belə durub bu dəqiqə bu. Yəni diş tamamilə çəp durub. Bu heç cür çıxa bilməz. Belə bir halda da dişləri daimi sıxıb burada çarpazlaşdırır. Məsələn, bu köpək dişinin sırada belə əyilməyi, bu dişlərin sırada belə əyilməyi sırf onların yüksək təsirindən irəli gəlir ki, ağıl dişləri daima belə sıxır. Dişləri bu tərəfə sıxır. Yəni belə bir vəziyyətdədir. Belə bu dişin bu hissəsi, burada belədir. Burdadır. Diş çürük dişdir. Bu çürümüş bir, taze çürümüş bir vəziyyətdədir. Diş də tam şəkildə buradan çıxdı. Dişi bölüb çıxardırıq. Bəlli ki, dişi bölüb çıxardırıq. Ağrı var mı? Heç bir ağrı yoxdur. Bu tərəfin əməliyyatını bitirdik. İndi o tərəfə keçməyi planlayırıq. Bu ağıl dişini çəkməyi planlayırıq. Ağrı var mı? Keçək o bir tərəfə yoxsa qalsın? Keçək. Bir daha hündürdən deyin. Keçək. O bir tərəfə keçək. Bu da digər əyri kök. Çox əyri idi kök burada. Heç rentgende belə görmürdük bunu. İki kök ikisi də çıxmış oldu. Yaranı bağlayıb çıxacaq indi. Birini tikdik. Digər tərəfi də bayağı qurtardıq. Və ikisi də olub bitmiş oldu dişlər.